اعوذ بالله من الشیطان الرجیم. سوره بقره آیه 188 تا 191. اعوذ بالله من الشیطان الرجیم. Pənah parəm Allah'a dərgahdan qoyulmuş şeytanın şərrilərindən. Və la təəkulu və yeməyin əmvələkum mallarınızı beynəkum öz arızda bil batili, batillə və tutlu və atısız biha onu iləl hükkami hakimlərə sarı litəkulu bəlain ki yə fəriqən bi quruh min əmvalin nas cəmaətün malin bil ismi günahinen və əntum və siz tə'ləmun bilə-bilə yəsəlunəkə soruşarlar səndən ənil əhilləti vəxtən qul dehiyə o məvaqitü linnas mövqeyyətdü cəmaət üçün vəl həccə və həcc üçün və leysəl birri və yaxçı deyir ən o iki təətu gələsiz buyutə övləzzən min zuhuriha dalindən və lakinil birrə və lakin yaxçılıq odur ki mən ittəqa təqvakar olasız və ətul buyutə və gələsiz övlərizə min əbvabiha qapılarından və təqullah və təqvakar olasız Allah'a ləəlləkum tuflihun şayət olasız siz rəstqar və qatilu fi səbilillah və cəng eləyəsiz Allah yolunda əlləzinə o kəsləri ki yuqatilunəkum cəng eləyirlər sizinlə və la təətədu və təəddi eləməyəsiz İnnəlləhə bidürüstü ki Allah la yuhibbul muhtədin sövməz təəddi eləyənləri vəqtuluhum və öldürün onları həysə harda səqiftumuhum tapsız onları və əxricuhum və xaric eləyin onları min həysu hardan əxrəcəkum sizi xaric eləyiblər vəl fitnətə əşəddu minəl qətli və fitnə qətlidən pisdir və la tuqatiluhum və davil əmin onları ilə indəl məscidil həram məscidi həramda ya Kəbədə hətta ta zamani ki yuqatilukum cəng eləyələr sizlə fihi onda ya həman məscidi həramda ya Kəbədə fəs əgər qatilukum cəng eləyələr sizlə fəqtuluhum pəs öldürün onları kəzalikə habilədir cəzaul kafirin əcri kafirlərin ya səzası kafirlərin sədəqəllahul əliyyul əzim.